Qadınlarda klimakterik dövr 45-55 arası götürülür. Bu dövr bəzən tezləşir, bəzən də gecikir. Tezləşməsində, gecikməsində olarsa, o zaman həmən qadınlar mama ginekoloqlara müraciət etməsi məsləhət görülür. Klimakterik dövrün deməli lutein hormonunun artması, estrogenin qadın hormonunun azalması nəticəsində qadınlarda klimakterik dövrlər əsasən bölünür. Klimakterik dövrdə qadınlarda dəri elastikliyinin pozulması, isti basmalar, gecə tərləmələri, yaddaş pozğunluqları, bəzən cinsi istəksizliyin azalması, yaddaşın pozulması, yuxu pozulmaları, halsızlıq, əsəbilik, depressiya, bəzi digər psixoloji pozulmalar ola bilər. Bu zaman qadınlar özlərini çox narahat hiss edirlər. Həmən dövrlərdə çox narahat keçirilən qadınlar bu dövrü çox narahat keçirirlərsə, yenə də həkimə müraciət etmələri məsləhət görünür.